Milli Hidrometeorologiya Xidməti gözlənilən qeyri-sabit hava ilə bağlı xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Abşeron yarımadası və Bakı şəhərində dekabrın 9 axşamdan 11-i gündüzə qədər arabir leysan xarakterli yağış yağacaq, bəzi yerlərdə yağıntılar intensiv olacaq. Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Azərbaycanın rayonlarında dekabrın 9 axşamdan 11 axşama qədər fasilələrlə yağış yağacaq, dağlı ərazilərdə qar yağacaq, bəzi yerlərdə xüsusən də Quba-Qusar, Mərkəz-Aran, Lənkəran-Astarada yağıntılar leysan xarakterli, intensiv və çox güclü olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi bildirilir. İndi isə dekabrın 10-na gözlənilən hava ilə bağlı daha ətraflı. Sabah Bakıda və Abşeronda arabir leysan xarakterli yağış yağacaq, bəzi yerlərdə aramsız, çox güclü və intensiv olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 6-9, gündüz 10-12 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu olacaq. Sabah Naxçıvanda, eləcə də Azərbaycanın əksər rayonlarında aramsız yağış yağacaq, xüsusən də şərq rayonlarda yağıntılar bir qədər də güclənəcək. İntensiv olacaq, leysan xarakterli yağıntılar gözlənilir, bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2-7, gündüz 10-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Nazirlik qeyri-sabit hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum şəkildə əməl etməyə çağırır.